Salam şagirdlər, mən Allahverdiyeva Nərmin müəlliməm. Bu videoda mən sizin üçün yeni 8-ci sinif biologiya dərsliyindən birinci bölmənin, yəni ilk bölmənin sonunda yerləşən ümumiləşdirici tapşırıqların izahını paylaşacağam. Elə isə birinci sualdan başlayaq. Aşağıdakı qrafikdə insan orqanizmini təşkil edən əsas elementlərin hər birinin faizi göstərilib. Bu məlumatlardan istifadə edərək onları cədvəl və ya diaqram şəklində göstərin. Sizcə məlumatı göstərmək üçün hansı üsul daha yaxşıdır? Əslində ikisi də, yəni əlverişli bir üsuldur. Məsələn, cədvəl formasında necə göstərə bilərsiniz? Tutaq ki, belə bir cədvəl çəkə bilərsiniz. Burada göstərə bilərsiniz ki, tutaq ki, oksigen yaza bilərsiniz, karbon, hidrogen və burada onların faizini göstərə bilərsiniz. Məsələn, oksigen təxminən 65% belə göstərə bilərsiniz. 65%, karbon təxminən 18%, hidrogen 10%. Bu şəkildə göstərə bilərsiniz. Bu oldu cədvəl. Sonra diaqram formasında da deyir. Diaqram formasını necə göstərə bilərsiniz? Məsələn, belə bir dairə çəkə bilərsiniz və bunu hissələrə ayıra bilərsiniz. Tutaq ki, burada ən çox hissə hansına düşür? Oksigen. Demək ki, belə eləyib bu hissəni oksigen yaza bilərsiniz. Sonra ondan biraz az karbon, biraz az tutaq ki, hidrogen, lap az, biraz azot. Bu şəkildə hamısını belə hissələri bölüb yaza bilərsiniz. Bu da oldu diaqram. B variantına baxırıq. Bu elementlər orqanizmdə cədvəldə göstərilən birləşmələrin tərkibində daha çox olur və onların faizi miqdarı, lipidlər, karbohidratlar, sularlar, suyun faizi miqdarı göstərilib. Deməli, kütlə payı faizi miqdarı göstərilib. Və sual olaraq soruşur ki, bədəndə ən çox azot hansı birləşmədə olur? Biz bilirik ki, bədəndə ən çox azot olur zülalların tərkibində, karbohidratların, suyun, lipidlərin tərkibində onsuz da azot yoxdur. Elə zülalların tərkibində olur və ən çox da elə onların tərkibində olur. İkinci sual, hansı birləşmənin tərkibində ən çox oksigen var? Biz bilirik ki, hüceyrənin əksər hissəsini, burada da göstərildiyi kimi hüceyrənin əksər hissəsini su təşkil edir və suyun tərkibi H2O olduğuna görə, ona görə də suyun tərkibində ən çox oksigen var qeyd edə bilərik. Hansı birləşmənin tərkibində ən çox karbon var? Daha çox karbon, deməli karbohidratların tərkibində olur. Bu birləşmələrin cəmi 100%-ə çatmır. Qalığın digər hissəsini hansı digər üzvü birləşmələri təşkil edir? Biz bu bölmədə digər üzvü birləşmələr haqqında da danışdıq. Lipidlər, zülallar, karbohidratlar, su qeyri-üzvü maddədir. Zülallar, lipidlər, karbohidratlar isə üzvü maddədir. Eyni zamanda deyə bilər ki, vitaminlər, ATF və nuklein turşulardır. Bunlar da üzvü maddədir. Yəni digər hissəsini bunlar təşkil edir. Bədənin hansı strukturlarda kalsium daha çox olur? Təbii ki, sümüyün tərkibində kalsium daha çox olur. Düzdür, qanda da var, amma sümüyün daha çox olur desə sümüyün tərkibində. İkinci sual, bir çox idman içkilərində qlukoza var. İdmançılar qida rasionunda nişastadan da enerji ala bilərlər. Qlukoza molekullarının nişastadan daha tez enerji təmin edə bilməsinin səbəbini yazın. Təbii ki, nişasta iri molekullu olduğu üçün su ilə, oksigenlə daha gec reaksiya girir, daha çətin reaksiya girir. Amma glukoza kiçik molekullu olduğu üçün daha rahat reaksiya girə bildiyi üçün ona görə, yəni o glukoz oksigenlə reaksiya girməlidir ki, bu zaman ATF enerjisi əmələ gəlsin. Ona görə glukoza səbəbi budur yəni. Üçüncü sual. Fermentativ reaksiyada məhsulun konsentrasiyasının dəyişməsi hansı qrafikdə göstərilmişdir? Yəni, fermentativ reaksiya deməkdir ki, yəni fermentlərin təsiri ilə baş verən reaksiya. Yəni, fermentlər nədir? Reaksiyanın sürətini artıran maddələrdir ki, özü dəyişməz qalır və reaksiyanın sürətini artırır. Və məhsulun konsentrasiyası, məhsul nədir? Alınan maddə. Demək ki, zaman keçdikcə məhsulun konsentrasiyası, yəni alınan maddələrin miqdarı artacaq və müəyyən müddətdən sonra artıq sabit qalacaq. Demək ki, bu variant bizə uyğun gələn variantdır. Dördüncü sual, kimyəvi stəkanlardakı A, B, C və D saxaroza məhlulları arasında su potensialı qradiyentlərinin azalma ardıcılığına görə X, Y və Z təcrübələrini düzün. Burada necə eləyəcəyik şagirdlər? Deməli, bu tipli tapşırıqlarda birinci məhlulla ikinci məhlulu toplayıb böləcəyik. 2 dənə məhlul olduğu üçün böləcəyik 2-yə. 20-ni üstünə 10 gəlir, bölür 2-yə eləyir. Deməli, 15. Deməli, bu 15 faizli məhlul olacaq.
Sonra onun üstünə 5 gəlirik, bölürük 2-yə, eləyir 7,5. Deməli, bu 7,5% demək olacaq. Və deməli, su potensialı bu qədər olacaq. Və onun üstünə, üçüncüdə, onun üstünə 10 gəlirik, bölürük 2-yə, bu da eləyəcək 10. Deməli, bu da 10%li olacaq su potensialı. Ona görə də bizə deyir ki, su potensialı qradiyentlərin azalma ardıcıllığına görə düzün. Ən çox olacaq x, sonra olacaq z, sonra da olacaq y. Cavabımız olacaq belə. 5-ci sual. Bitki hüceyrəsi verilmişdir və buna əsasən sualları cavablandırmalıyıq. Birinci təcrübədə görürük ki, hüceyrə kifayət qədər su var və burada turqor təzyiq çoxdur. Yəni hüceyrə turqor vəziyyətindədir. Yəni turqor vəziyyəti necədir? Yəni bitki kifayət qədər, hüceyrə kifayət qədər su udubdur. Və ikincidə görürük ki, hüceyrə biraz büzüşmüş vəziyyətdədir və burada görürük ki, hüceyrə divarı ilə hüceyrə arasında məsafə qalıb, boşluq qalıb. Çünki hüceyrə büzüşmüş vəziyyətə gəlib. Bu da nə ilə əlaqədardır? Əgər bu hüceyrənin içində su çoxdursa və ətrafda onu əhatə edən mühitdə su azdırsa, bu zaman hüceyrə özünə su xaric edir ki, bu proses adlanır plazmoliz və hüceyrə ilə onun hüceyrə divarı arasında, baxın, hüceyrə ilə onun divarı arasında boşluqlar yaranır. Bax, belə boşluqlar yaranır və bu proses plazmoliz adlanır. İndi buna əsasən sualları cavablandıraq. Deməli, A variantında deyir ki, A, B, C və D ilə göstərilmiş hissələri müəyyənləşdirin. Burada A-nın xüsusi bir adı yoxdur, amma A-nı belə göstərə bilərik ki, yəni hüceyrə ilə hüceyrə divarı arasında yaranmış boşluqdur. B burada deməli hüceyrə divarıdır. C sitoplazmadır. D isə burada vakuoldur. Hüceyrənin vakuoludur. Hüceyrə bir maye mühitindən digərinə köçürüldükdə X-dan Y-ə dəyişiklik baş verdi. Bu dəyişiklik nə adlanır? Bu dəyişiklik artıq plazmoliz adlanır. Çünki nə dedik? Bu proses necə baş verdi? Ətraf mühitdə su hüceyrənin tərkibindəki sudan az olduğuna görə hüceyrə özündən suyu xaric elədi, büzüşdü və bu proses adlanır plazmoliz. Və bu zaman baş verən prosesi izah edib, bunu da izah etdik. X-də hüceyrənin vəziyyətini adlandırır. X-də turqor vəziyyətindədir, Y-də artıq plazmoliz vəziyyətindədir. X-də hüceyrəni əhatə edən mayenin su potensialı haqqında nə deyə bilərsiniz? Hüceyrəni əhatə edən mayenin su potensialı azdır. Ona görə də hüceyrə özündən su vermək məcburiyyətində qalıb. Ona görə də büzüşmüş vəziyyətdə düşüb. İzah bu qədər. Şagirdlər, hər birinizdə uğurlar. Vaxt barəsində imkan daxilində çalışacağım ki, bütün videoların izahını sizinlə paylaşım. Sağ olun.